Bu saat her şeyi aydınlaştırım. Arılara, qarışqalara fikir veribsiz. Necə yəni görmüyorsunuz? Bax, biz onlardan timsal götürməliyik. Görürsüz bir yerdə necə işləyirlər? Qışa necə azğa yığırlar? Özləri də sakit, mehriban bir ailə kimi yaşayırlar. Bal niyə şirindir? Ona görə ki, bircə zəhmətin barı bəhrəsidir. Biz istəyirik ki, insanların da əməyi elə məhsul versin. Bu ancaq və ancaq kollektiv təsərrüfatda mümkündür. Tək əldən səs çıxmaz. Yoldaşlar, indi hamının torpağı var. Amma təhlikdə nə eləmək olar? Benim Abajoğlu, o qarışqa arı bir yerdə işləyər. Çünki onlar həşəratdır. Niyə bizi onlara təyilirsən? Axı biz insanıq! Olduq qalxoz! Sabah mən deyəcəm, buğda əkək. Lüt məcid deyəcək, yox, arı səpək. Bu yandan da Tülye Kəliş deyəcək ki, mən xaşxaş çəkirəm. Bax, burada başlayacaq nəqlət. Yoldaş Sayko, bir məni başa sal görüm. Lenin rəncbər barəsində nə deyib? Ha, cavab ver. Ha? Lenin rəncbər barəsində çox söz deyib. Sən hansını soruşursan? Bir mənə de görüm. O kişi deyib ki, ha, torpaq kəndçinindir. Bəli deyib. Niyə onun dediklərini əməl etmişsiniz? Ha? Sen otur yerine. Kərlə İsmail bu torpağı Kərbağadan getirir. Kes de suç! Ana qamsama! Əşi nə ərzə danışırsan, ək etsənə nə? Eğer ona torpak lazım değil, koy kaytarsın hükümete. Torpağı bu kişiyə verib ha! Özü bilə! İstər əkər, istər ilan mənədə! Ha! Bir buna bak, gör nə danışır. Sakit olun yoldaşlar, sakit. Sakit olun bir aydınlaşdıraq. Yaqub kişi qol çomaklar çalanı oynayır. Ona görə ki, qocalıb torpaq əkə bilmir. Bax, birinizin atı var, çotanı yoxdur. O birinizin öküzü var, xışı yoxdur. Bir digərinin hər şeyi var, toxumu yoxdur. Bəzilərdəki torpağın öhdəsindən gələ bilmir ona görə ki, təkdir, köməyi yoxdur. Qolşumaklar da elə bundan istifadə eləyib, öz ciblərini doldururlar. Belə getsə, biz heç bir zaman kasıbçılığın daşını ata bilməyəcəyik. Yoldaşlar, birləşsəz, işiniz asanlaşacaq. Gələcəkdə məhsulunuz bollaşacaq. Yüz aranınız yaxşılaşacaq. Bax bu barmaqlar, ayrı-ayrılıqda heç nədir. Birləşəndə yumruqdur. Özü də qüvvətli yumruq. Kalxoz bax budur yoldaşlar. Yaxşı, əsir. Ay cemaat, sakit olun. Yoldaşlar, kim kalkos tərəfdarıdırsa, keçsin bu yana. Yaxşı, bu qalxozun böyüyü, baş biləni kim olacaq? Sədri cemaat özü seçməlidir. Biz Salihi təklif eləyirik. Ay kişi, gördünüz? Qal mükəmməldir. Gör nə deyir, qocalıb. Torpağı əkə bir-birinə baxır. Qoyun görək! Əvvəlkaz tapmasın qara gözlərinə. Bu qalxozdan bir şey çıxmayacaq. Nə oldu Kərbəlayı, yazıldın? Sənin sədrin mənim muzdurum idi. Mal-qaram otarardı. Elə sənin özün dəyirmanda dənimi üydərdin. Nə tez yadından çıxdı? Kərbəlayı, vaxt vardı sənin qılıncının qəbzəsi də kəsildi. Keçdi o dövran.
atan mənim qapımın nökəri idi. Süfrəmin artığı ilə böyümüsən. Nə xoruzlanırsan, nə tez qudurdun belə. Mən qalxozsuz da keçinərəm. Bismillah. Cinə şeytan oxşayırsan Qəmlo. Oxşaram da. Sən ki belə lən tərpənirsən. Bugün sabah qəbrimizin üstündə Yasin oxuyacaqlar. Məşhəd Şəmili göndərdilər o dünyaya. Kimi? Məşəd Cəmili? Bəli, Məşhəd Şəmili. Niyə durmuşsan? Nəyi gözləyirsən? Gözləyirsən ki, gəlib yaxalasınlar. Ondan sonra ayılasan? Onun günahı nə idi? Heç nə. Biraz malqarası, yarım ilxatı vardı. Adını qoydular Qulaq. Nə? Qulaq, qulaqlayıb göndərdilər o dünyaya. Dünən Köhnə təpədə qırmızı ulduzlar güllələdilər. Gəldim səni xəbərdar edeyim. İndi növbə sənindir, Kərbəlayı. Mənə əl qaldıran hələ anadan olmayıb. O getdiyim Kərbəla haqqı, onların kökünü kəsərəm. Hələ səbr elə görək. O, qalxoz-malxoz oyununun axırı necə qutaracaq?